O ki Yazdi'dir, İsfahan'dır ki adım gətirdiniz, ay Bərziyər, onların memarları hamısı dərbağı Türklərindir. Gedib dəqiq Türk memarısını görsəz, həm İsfahan, həm Yazdi'də böyük olar ki, turist məntəqələrdə hamısı Türklərin memarısıdır. Və fəşlər ki, siz söhbət elədiniz, xaricdə Fars adına satılır. Persiyen adına. Fars'a deyirlər Persiyen, Perz işi tepik, mesela Alman'da deyilir ve İngiliz'de de fikrim Finlandiya'da da o formada olur. Ondan sonra işare edirdim, siz deyirsiniz bir memleketin bir dili olur ve bizim Avrupa'da mesela Suis, hatman eşitmişsiniz de 4 tane resmi dili var. Eğer sen Suis menteqəsində, Fransa menteqəsində gedirsən, orada Almanca danışmazlar. Ya Romani menteqəsində gedirsən, Romanca danışırlar. Alman menteqəsində gedirsən, Almani. Bəli, hamısı bir-birindən müttəhid və bir-birindən də heç savaşı yox idi. Hətta Hitler zamanında hamısı Almanın ziddinə savaşırdılar. Yani cəng edirdilər. Və ikinci İranda niyə deyirsən ki, məsələn, Təbrizdə biz icbari eləmirlər? Bizi icbari edirlər. Bax, o dostumuz işarə etdi ki, məsələn, maliyyat verirlər İslamda 5-6 dərsət, Tehranda da yine 7-8 dərsət, Təbrizdə 15 dərsət və Zəncanda mən eşitmişdim 29 dərsət. Ondan əlavə biz niyə hamımız qaçmışıq Tehrana? Nədən ötürü? Tehrandan xoşumuz gəldi? Yox. Çünki orada sərmayə quzarı eləmirdilər, iş yeri düzəltmirdilər, məcbur biz qaçmışıq Tehrana. Və çünki Tehranda Farsdır, dərvağı istirlər. Məsələn, Azərbaycanda dəryamızı nabud elədilər. Görürsən, niyə? İstirlər Təbrizlə, İzmir, niyə ki, deyərsəm, Farsıca deyirik, buzurkənin şəhəri İran, Azərbaycanlı olan nabud eləyirlər, eləyəcəklərdir. İndi dərya nabud oldu və sabah mümkündür Təbriz, o birisi. Bəli, müqavimət də vardı. Mənzurum odur ki, bu deyək ki, biz deyək, ondan sonra Ay Kazım işarə elədi ki, niyə Türklər hakimiyyəti Türk dilini hakim eləmədilər? Əvvələn, Türk dili dünyanın hər tərəfini, lağəl Asiyadan, ta Mənçuridən tutasan, ta Avropayacan, Türk dili dilləridir, millətin dilidir. Və orada biləxərə elədilər. Ya Türkiyə ki, məsələn, əgər Səlcuqi zamanını alınıbdır, Türkiyə Romaya şərqidir. Yəni Yunanlıdır, Məsihidir. Hamısı niyə Türk olubdur? Niyə Ay Kazımı Fars olmadı be? Əgər Türklər Fars istədilər, sən deyirsən gəldilər və gördülər yaxçıdır, niyə Fars eləmədilər? Türkiye'nin dili, Azerbaycan'ın dili niye Farsçadır, niye Türkçedir? Mənzurum budur ki, yok. Bunlar bizi asimile edirlər və səy edirlər ki, İranda asimile olmanın, yani bunun Türkçesi devşirməlidir. Cengiz Aytmatov'un kitabında, əminəm siz onu okuyursunuz. Cengiz Aytmatov'un kitabında o başları qırxırmışlar, dəvə dərisini keçirdirmişlər. Onlar manqurtdur, onlar mənzullar manqurtdur. Manqurt. Bəli, biz yox. Bunu Cengiz Aytmatov dedi, o insan için öz kimliyindən çıxar, başqa bir hoviyyəti dəstəklər. Mesela mən Türk deyirəm, Fars deyir, biz onlara manqurt deyərik. Manqurt da anlamı budur. Özündən çıxan özgə birinə, yəni əslində öz düşmanına daha çox aşık olan. Bu insana deyirlər manqurt. Və mən istəmirəm burada nəqlət eləyəm, Əli bəy də buyurdu. Mən sırf da Əli bəy üçün gəldim. Mən sizə son olaraq da yenə də soruşuram. İranın rəsmi anayasasında sənin nə tək dilin, kimliyin belə əv altındadır. Sen bugün İran'ın resmi amarında diyebilmezsen ki İran'da Türk yaşayır. Sen çünkü Azeri'sen Sen bu sözler ve diğerler safsate. Sen safsate edirsən. Sen bu sözler burada yoktu kardeş. Hala ben Türkçe sen deyirsən, bak 4-5 tane nöqtəyə işarə elədiniz. Hey, buradan vurursunuz oraya, oradan vurursunuz buraya, buradan vurursunuz oraya. Bak benim bir cevabım idi. 1500 il İran bizim elimizdeydi.
Niyə türkü danışır? Niyə eləmədilər? Qardaş, Yox, zərb elə. Cavabımı ver. Ay Bərzigər Türkiyə, ay Məhəmməd, hamımız türküyük. Hamımız da ifa edirik. Montay məqət etmə. benim danıştığım bir Türk dili değil. Sen Fazerisin. Bak kardeş, kardeşim sen Türk değilsen, sen Fazerisin.